Kanala abunə olub videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Bu sual 10-cu siniflərə güvən buraxılış imtahanında salınıb. Gəlin şəkil çəkək, bir bərabər yanlı üçbucaq götürək. Yəni yan tərəfləri bərabərdir. Təpə bucağı 40 dərəcədir. Bu bucaq 40 dərəcədirsə, onda buradakı oturacağa bitişik bucaqları tapmaq üçün 180-dən 40-ı çıxıb yarı bölməliyik. Yəni bura olacaq 70 dərəcə, bura da olacaq 70 dərəcə. Daha sonra burada deyir ki, oturacağa çəkilmiş hündürlük ilə oturacağa bir hündürlük çəkək. Yan tərəfə çəkilmiş tənbölən arasında. Yan tərəfə də bir tənbölən çəkək. İti bucaq lazımdır bizə. 70 yarı bölünəcək, düzdürmü? Çünki tənbölən daxı bu. Olacaq 35-35. Gəlin bura yazaq. Burada 35 dərəcədir, burada 35 dərəcədir. Yarı bölün daxı. Bizə lazımdır bu hündürlüklə tənbölən arasındakı iti bucaq. Yəni, baxın buradakı bucaq. Burada düz bucaqlı üç bucaq alırıq. Şəkildən də görünür. Düz bucaqlı üç bucaqda təpədəki iti bucağı tapmaq üçün 90-dan 35-i çıxacağıq. Çünki iti bucaqların cəmi 90 dərəcədir. 90 çıx 35 dərəcə. Düzgün cavab olacaq 55 dərəcə.